Əziz izləyicilər, düz 2 aydır ki, mən yemək pişirmirəm. Dedim bu gün olar. Məhəmməd, Kabra, Kırım Tatar mətbəxinə aid məşhur bir qaynaratı hazırlayacağım. Adı çuburek. Nəşküzüm. Bunun üçün bizə lazım olacaq ərzaqlar. Çəkilmiş ət, un, soğan, duru yağ, əlbəttə, istiyor duz. Unumuza biraz yağ əlavə edib, duru yağ, bir çimdik duz, yarım kilo unumuza kaynar su əlavə edirik. Köməkçimdir. Aferin. Bəlkə kütlə halına gəlinə kimi 5-6 dəqiqə bunu yoğuracaq. Xəmirimiz yoğuruldu. Yarım saat dincəlsin. Xəmir dincəlir. Biz də soğanımızı doğrayaq. Doğradığımız soğanları ətə əlavə edək. Nə qədər soğan bol olsa bir o da dadlı olacaq. Zövqə görə duz istiyor. İçərisinə buzlu su əlavə edək. Bizim içliyimiz daha da sulu olsun. İndi bunu qarışdıraq. Ətimiz hazır. Qoyaq bu da yarım saat dincəlsin. Fürsətdən istifadə edib oyun oynayaq. Bəs sizin Oba Plus tətbiqiniz varmı? Alacaqlarımı əvvəlcədən tətbiqdə səbətə yığıram. Nə qədər xərcləyəcəyimi öncədən bilirəm. Özüm gələ bilməyəndə isə səbəti nəfərimlə bölüşürəm. O da birliyini almaq lazımdır. Bir də dostunu dəvət et funksiyası var. Qonşuların hamısına tətbiqi yüklətmişəm. Onlar ilk alışverişini edəndə mən hərəsinə görə bonus keşbek qazanıram. Onu da elə mağazanın içində xərcləyirəm. Xərcləmək demişkən, hətta internet olmasa belə mağazada keşbek qazanıram və xərcləyə bilirəm. Bir də ən maraqlısı, bax bu nəvəmin oynadığı oyundur. Oba Plus'da sürətli səbətlər oyunu var. Gündəlik və aylıq reyting cədvəlində yer tutsan, müxtəlif məbləğlərdə bonuslar qazanmaq mümkündür. Oba Plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Oba plus, o da plus, bu da plus. Çox ləzzətli alındı. Danışa bilmirəm, yemək istəyirəm. Allahdan arzum budur ki, hər bir evdə eşitdə xeyir bərəkət olsun, rızq bərəkət olsun. Göz haqqınızı da halal edin.